Başladıq. Deməli, biz nüvə haqqında danışacağıq. Diqqətlə baxırıq. Deməli, gördüyümüz cədvəldə nüvənin quruluşuna aid olan bir cədvəl verilib. Bu gördüyümüz nüvənin hissələridir. Mən sizə bunun şəklini birinci göstərmək istəyirəm. Baxırsınız bura. Deməli, bax bu gördüyümüz yaşıl hissə ki var, elə bilin ki, bax buradan qopubdur da, qoparıblar. Və bu gördüyümüz yaşıl hissə nüvənin hissəsidir. Deməli, nüvə xaricdən örtülübdür. Gördüyümüz nüvə qılafından. Bax bundan, nüvə qılafından. Nüvə qılafı ibarətdir iki hissədən. Xarici membrandan və daxili membrandan. Xarici membran ilə daxili membran arasında gördüyümüz, bax bu gördüyümüz boş sahə maye ilə doludur və xarici və daxili membran arasında belə bir dənə məsamələr var. Məhz bu məsamələr o qədər böyükdür ki, sitoplazmadan nüvənin içərisinə, yəni bax bura tutaq ki, sitoplazmadır, sitoplazma. Buradan nüvənin içərisinə bu şəkildə zülallar belə daxil ola bilir. Çünki o qədər iridir həmin məsamələr. Sonra bu gördüyümüz bax bu hissə, yəni bax buralar nüvə şirəsidir. Bax buralar. Buna karyoplazma da deyirik. Haqqında danışacağıq geniş. Bu gördüyümüz nüvəcikdir. Nüvə şirəsinə batmış şəkildədir. Sonra burada görürsünüz karyoplazma qeyd olunub. Və burada, bax burada xırda-xırda cisimciklər şəklində hissələr var. Bax bu gördüyümüz xırda-xırda cisimciklər bu adlanır xromatin. Xromatin. Və bu xromatindən əmələ gəlir xromosom. Mən indi qayıdıram geriyə. Deməli, birinci nüvə pərdəsi haqqında danışacağıq. Deməli, bildik ki, nüvə 4 hissədən ibarətdir. Nüvə pərdəsi, nüvə şirəsi, nüvə şirəsinin ikinci adı karyoplazmadır, xromatin və nüvəcik. Karyoplazmanı belə də yadda saxlaya bilərsiniz. Karyon nüvə deməkdir. Karyoplazmada, yəni dediyimiz plazma dolmuş deməkdir. Maye də deməkdir həmçinin. Yəni maye nüvə şirəsi və yaxud da nüvə mayesi də demək olar. Deməli, nüvə pərdəsi iki membranlı quruluşa malikdir. Bayaq göstərdik. Xarici membranı var idi, daxili membranı var idi və onların arasında nələr yerləşirdi? Məsamələr. Məsamələri iri idi, dedik, zülal da keçə bilirdi. Membranları arasında, yəni iki membranı var. Həmin membranlar arasında yarım maye, bayaq dedim mən sizə, ilə dolu dar sahə var. Və nüvə möhtəviyyatı dediyimiz nədir? Nüvənin şirəsidir. Nüvə möhtəviyyatını sitoplazmadan ayırır. Yəni, bildiyimiz o, düşünün ki, bir pərdədir. Nüvənin içində şirə var, nüvə şirəsi. Həmin o pərdə olmasa, nüvə şirəsi hara tökülər? Sitoplazmanın içərisinə. Nüvə şirəsi karyoplazma adlanır. Nüvə şirəsi deməli yarımaye mühitdir və içərisində xromatin və nüvəciklər yerləşir. Nüvə şirəsinin tərkibində nələr olur? Zülallar var. Zaten bilirdik ki, fermentlərin əksəriyyəti nədir? Zülaldır. Yəni fermentlərin hamısı zülaldır. Ferment var, zülal var, amin turşuları var və sərbəst halda nukleotidlər var. Xromatin dediyimiz nüvə şirəsinin içərisində yerləşir. Tərkibi DNT və zülallardan ibarətdir. Bunu belə yadda saxlaya bilərsiniz ki, bundan gələcəkdə xromosom əmələ gələcək. Xromosomun da tərkibi DNT və zülaldır. Və xromatin hüceyrənin bölünməsi zamanı qısalıb yoğunlaşaraq xromosomlara çevrilir. Gəldik nüvəciyə. Nüvəcik ibarətdir. Deməli, nüvəcik dəyirmi və bərk cisimcikdir və membransızdır. Tərkibi DNT, RNT və zülallardan təşkil olunmuşdur
və nüvəcik xromosomun ikincili gərilməsindən əmələ gəlir. Bunun haqqında danışacağıq və nüvəciyin sayı 1-dən 10-a qədər olur. Bu nüvəyə aid olan hissələrimiz idi. Bundan sonraki hissəmizdə biz xromosomlar haqqında danışacağıq. Sadəcə bir 10-15, bəlkə də 20 saniyəmiz var. Ona görə harda dayansa bilin ki, növbəti hissədən davam eləyəcəyik. Xromosomlar Yunanca xroma rəng deməkdir, soma bədən deməkdir. Somatik hüceyrə öyrənəndə deyəcəyik ki, somatik, soma bədən deməkdir, yəni bədən hüceyrəsidir. Xromosomun tərkibi DNT və zülaldan ibarətdir. Yəni DNT plus zülal bərabərdir xromosom deyə bilərik. Və xromosomların DNT-si var. Ona görə də DNT-si olduğuna görə ikiləşə bilir. Biz bunu mitoxondri və plastitlərdə də